Bugün hökumətin ancaq hüquqşünaslardan ibarət olan iqtisadi komandasının üzvləri, İqtisadiyyat və Maliyyə Nazirləri, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində iştirak ediblər. Müxtəlif tezislərlə çıxış ediblər. Bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə iqtisadiyyatla hüquqşünasların məşğul olduğu səsləndirdikləri bütün bəyanatlardan hiss olunur. Məsələlərə legalist formal hüquqi pəncərədən baxmağa çalışmaları iqtisadiyyatı boğur. İqtisadiyyata baxış bucağı çox önəmlidir. Əslində, iqtisadiyyat dəqiq elm deyil. Eyni məqsədə müxtəlif yolla getmək, sağdan, soldan yanaşmaq mümkündür. Amma sırf hüquqi yanaşma iqtisadiyyata ziyan vurur. Məqsədə çatmağın özünü yox, onun kağız üzərində doğru olmasını önə çəkir. Cəfərli vurğulayıb ki, İqtisadiyyat və Maliyyə Nazirləri çox savadlı hüquqşünaslardır. Amma iqtisadiyyata baxışları kökündən yanlışdır. İqtisadi problemlərə fəlsəfi yanaşmaları yoxdur. Məsələn, Mikayıl Cabbarov bildirib ki, 2029-cu ildə Abşeron yatağının tam miqyaslı işlənməsi ümumdaxili məhsula müsbət təsir göstərəcək. 2029-cu ildə əlavə neft-qaz hasil olunacaq, vəziyyət düzələcək. Ancaq ekspertin fikrincə bu, nazirin real iqtisadiyyata inanmadığını sübut edir. Mikayıl Cabbarov digər bir bəyanatında deyib ki, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq eyni zamanda legallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlərlə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft, qaz və özəl sektorda da əmək haqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib. Natiq Cəfərli bu fikirləri belə şərh edib. Ancaq hüquqşünas iqtisadi məsələ haqqında bu qədər uzun və hüquq ağırlıqlı cümlə qura bilərdi. Vergi güzəştləri ləğv edilir, yəni vətəndaşın vergi yükü artır. İqtisadiyyat naziri bu məsələyə iqtisadi baxmalıydı. Deməliydi ki, vergi yükü artanda vətəndaşın istehlak xərcləri azalır. Xərclər azalanda isə istehlak artmır. Bu isə iqtisadi aktivliyə ziyan vuracaq. Yəni, İqtisadiyyat naziri vergilərin azalmasına çalışmalıdır ki, iqtisadi aktivliyin artması mümkün olsun. Bundan başqa, vergi artımı əmək bazarının legallaşmasına necə müsbət təsir edə bilər axı, deyə Natiq Cəfərli bildirib.